Sosial şəbəkələrdə haqqınızda yazılanları oxuyursunuz? Əlbəttə oxuyuram. Əlbəttə. Hamısını? Hamısını. Oxuyuram və deyim sizə ki, mən bilirəm, oxuduqlarımın çox böyük bir hissəsində mənə sevgi, məhəbbət izhar olunmur və onu da bilirəm ki... Sizcə bu nə ilə bağlıdır? Məni bu maraqlandırmır nə ilə bağlıdır. Mən sadəcə olaraq bilirəm ki, mən 1988-ci ildən ta bu yana Azərbaycanın Milli Azadlıq Hərəkatına qoşulanda, 1991, 92, 93, 94, 95-ci jurnalistikamızı yaradanda elə onun üçün mübarizə aparmışam ki, o insanlar da öz fikirlərini rahat şəkildə yazsınlar. Mirşahini sevən sevir, sevməyən də Allah onun canı salamat eləsin, sevmir və mən elə bəlkə də həyatımın mənasını onda görürəm ki, arzuladığım cəmiyyətin içində hər kəs mənə öz nifrətini də açıq göstərməyi bacarır. Bunu mən yenə də deyirəm, demirəm ki, bu mənə ləzzət eləyir, təbii, amma bu reallıqdır. Bilirsiniz, səhv eləmirəmsə, Borges idi deyəsən, deyirdi ki, küləyin səsinin salfejoya dəxli yoxdur.